Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Universitetinin ənənəvi məzun günü keçirilib. Tədbirdə son dövrlərdə bu təhsil ocağının fəaliyyəti barədə və qazandığı uğurlar barədə məlumat verilib. Tədbir fərqlənən özgə amillərlə yadda qalıb. Gənc Tamaşaçılar Teatrında keçirilən tədbiri giriş sözü ilə açan Universitetin rektoru Eldar Qəhrəmanov son dövrlərdə bu təhsil ocağının fəaliyyəti və qazandığı uğurlardan danışdı. Tədbirdə ziyalılar, xaricdəki tərəfdaş universitetlərin rəhbərləri, müəllim, tələbə və magistr heyəti, keçmiş məzunlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi. Qeyd olundu ki, son dövrlər Respublika miqyasında keçirilən olimpiadalarda universitetin tələbə və magistrləri xüsusi fəallıq göstərirlər. Bizim universiteti qutaran tələbələr həyatlarında layiqli bir yer tutmağa həmişə imkan və şans qazanırlar. Lazımi kompetensiyalara sahib olurlar. Bunların arasında həm şanslı, bacarıqlı biznes iş adamları, həm dövlət xidmətində fəaliyyət göstərən insanlar, generallar, nazir mövqeyində olan insanlar, Milli Məclisdə, prezident aparatında, səfirliklərimizdə, müxtəlif nazirliklərdə və komitələrdə çox mühüm vəzifə tutan insanlarımız var və biz onlarla fəxr edirik. Azərbaycan Universitetinin məzunları bu anları şirin xatirələrlə xatırlayacaq. Bugün universitetimizin həyatında ən xoş günlərdən biridir. Çünki bütün dördüncü kurs tələbələrimiz məzun olur. Onlara gələcək həyatlarında uzun ömrü, can sağlığı arzu edirəm. Buradan bütün bu ilki məzunlara, nəinki bizim universitet, hər bir universitetin məzunlarına buradan təbrik eləyirəm. Onlara ən xoş arzularımı çatdırıram. Məzunlarla birgə bu hissləri yaşayan valideynlər də var ki, bunun üçün onların səbəbi az deyil. Sevincimizin həddi hüdudu yoxdur. Bugün qızımız universitet həyatını müvəffəqiyyətlə başa vurub. Bugün müstəqil Azərbaycanımızda ilk ictimai fəaliyyətinə başlayacaq. Bugünkü tədbir çox gözəl təşkil olunub. Bugün onların, inanın, mübaliğəsiz deyirəm, valideynləri qədər biz də qürurlanırıq. Amma eyni zamanda valideynlərinə fərqli olaraq bizdə bir balaca niskil də var. Çünki 4 il ərzində hər gün görüşdüyümüz, göz-gözə olduğumuz problemlər, xoş günlər, rahatlıq, yaxşı, hər şeyin içərisində bir-birimizə öyrəşdiyimiz bir tələbələri yola salırıq. Bu il Azərbaycan Universitetinin bakalavr pilləsi üzrə 161, magistr pilləsi üzrə 41 nəfər bitirir. Biz də Azərbaycan Universitetinin məzunları simasında bütün bu ilki məzunlarımızı təbrik edirik. Pərvin İsmailova, Rəşad Qurbanov, Space.